Çox mükəmməl faydası var insan orqanizmə. Baxın, görün necə gözəl alınır. Hazırlaması onu yaxın açalım. Birinci quyruq. Bax budur. Getdik qaynatmağa. Bu böyle. Dəfini yarpağını əlavə edək. Qara istiotunu əlavə edək. Yarım saat qaynayandan sonra quyruğu əlavə edirik. Qəşəngdən qabın içinə. Mükəmməldir, mükəmməl. Qara istiotu əlavə edirik. Oreganodan əlavə edirik. Əzilmiş sarımsaq əlavə olunur. Üyüdülmüş nanə əlavə olunur və duz əlavə olunur. Və bunu yaxşıca qarışdırırıq. Qarışdırıb yaxşıca vakuumda və yaxud pişovoy plonkada ağzını bağlayıb soyuducuda 1 sutka saxlayırıq. Qəşəng bunu pişovoy plonka və soyuducuda qoyub 1 sutka gözləmək lazımdır. Soyuducuda buzxanaya qoyub 1 sutka gözləyin. Çox rahat şəkildə çörəklərin üzərinə vurub istifadə edə bilərsiniz. Həqiqətən də analoqu olmayan insan orqanizmə fayda verən, immuniteti güclü edən və vitaminlə zəngin olan məhz quyruq.